Hər kəsə salam. Məlumat bazamızın strukturuna heç toxunmadan SQL-də şərti məntiqin gücündən necə istifadə edə biləcəyimizi kəşf edəcəyimiz bu yeni təhlilimizə xoş gəlmisiniz. Əgər indiyə qədər SQL-də bəzi mürəkkəb şərtləri həll etmək üçün çətin və uzun yollara baş vurmusunuzsa, bugün müzakirə edəcəyimiz mənbə materialı verilənlər bazası ilə işləmə tərzinizi tamamilə dəyişəcək. Mənbədəki bu cümlə əslində məsələnin düz ürəyinə vurur. Case ifadəsi həqiqətən də SQL üçün if, then, else rolunu oynayır. Bugün əsas məqsədimiz həm bu məntiqi anlamaq, həm də qarşımıza çıxan spesifik problemləri həll edərkən case-dən nə vaxt istifadə etməli olduğumuzu dəqiq bilməkdir. Bu sadəcə bir sintaksis qaydası deyil, sorğularınıza birbaşa qərar vermək gücü bəxş etməkdir. İstiqamətimiz olduqca aydındır. Şərti məntiqin təməllərindən başlayıb, ardınca simple və searched case ifadələrinə baxacağıq, daha sonra isə bu alətləri mürəkkəb problemlərin həllində necə tətbiq edə biləcəyimizi müzakirə edib, ən vacib məqamları ümumiləşdirəcəyik. Elə isə, gəlin təməl blokları yerinə oturtmaqla başlayaq. SQL-ın arxa planda şərtləri necə dəyərləndirdiyini başa düşmək hər şeyin əsasıdır. Bu məntiqin təbii axınını anlamaq üçün əvvəlcə SQL-in value expression və search condition dedikdə nəyi nəzərdə tutduğunu bilməliyik. Çox sadə dildə desək, value expression vahid bir dəyər qaytaran hər hansı bir şeydir. Sütun adı, rəqəm və ya hətta başqa bir alt sorğu ola bilər. Search condition isə sadəcə olaraq testdir, yəni doğru və ya yanlış nəticə verən bir yoxlanış. Bizim bütün şərti məntiqimiz məhz bu iki konseptin üzərində qurulur. İndi isə keçək simple case, yəni sadə case ifadəsinə. Bu, hər hansı bir bərabərliyi yoxlamaq üçün əlimizdəki ən rahat vasitədir. Bəzən bu iki növü bir-biri ilə qarışdırırlar. Fərq əslində çox sadədir. Simple case sadəcə bu dəyər bu dəyərə bərabərdirmi sualına cavab axtarır. Dəqiq uyğunluqları yoxlayır. Searched case isə sizə daha geniş azadlıq verir. Mürəkkəb məntiq və diapazonlar qura bilərsiniz. Simple case yalnız bir value expression-ı digəri ilə birbaşa test edir. Gəlin bunu daha aydın görmək üçün bir ssenari təsəvvür edək. Tutaq ki, bir mağazanın məlumat bazası ilə işləyirsiniz və müştəri reytinqləri onların alacağı endirimi müəyyən edir. A kateqoriyasına 10%, B-yə 5%, C-yə isə heç bir endirim düşmür. Bunu sistemdə ən effektiv necə həll etmək olar? Məhz burada bir problemi həll etmək üçün case-dən nə vaxt istifadə edəcəyimizi bilmək bizim dadımıza çatır. Gedib əlavə bir lookup cədvəli yaratmağa və ya sorğunu ağır joinlərlə doldurmağa heç bir ehtiyac yoxdur. Simple case istifadə edərək cədvəldəki reyting dəyərini birbaşa yoxlaya və endirimi çıxış formatınızda tətbiq edə bilərsiniz. Nəticə, çox daha təmiz və sürətli işləyən bir kod. Bəs ehtiyaclarımız sadəcə bərabərliyi yoxlamaqdan daha böyükdürsə, o zaman mürəkkəb predikatlar yazmağa imkan verən search case ifadəsinə baxmalıyıq. Budur, performans baxımından hər kəsin bilməli olduğu vacib bir detal, məlumat bazası mühərriki bu şərtləri ardıcıl olaraq yuxarıdan aşağıya doğru yoxlayır və ən əsası doğru bir nəticəyə çatdığı anda dərhal dayanır, digər şərtlərə heç baxmır. Buna görə də ən çox ehtimal olunan şərti yuxarıda yazsanız, sorğunuzun necə sürətləndiyinin şahidi olacaqsınız. Bu nümunə searched case-in nə qədər güclü olduğunu əla nümayiş etdirir. Baxın, biz eyni case daxilində tamamilə fərqli sütunları, həm cinsiyyət, həm də ailə vəziyyəti sütunlarını test edərək fərdiləşdirilmiş bir müraciət forması yaradırıq. Simple case ilə bunu etmək qeyri-mümkündür, çünki o, yalnız tək bir ifadəyə fokuslanır. Çoxumuz case deyəndə onu ancaq select bölməsində məlumatları formatlamaq üçün istifadə etməyi düşünürük. Lakin əsl sir ondadır ki, value expression qəbul edilən demək olar ki, hər yerdə, istər where, istərsə də having bölmələrində ondan istifadə edə bilərsiniz. Məlumatları qruplaşdırarkən bu sizə inanılmaz bir çeviklik qazandırır. Gəlin bu nəzəriyyəni biraz daha maraqlı hala gətirək. Çox meyarlı, olduqca mürəkkəb problemlərlə qarşılaşdıqda dərhal case-i istifadə etmək qərarına necə gələ bilərik? Budur bizim klassik və bəzən adamı yoran ssenarimiz. Marketing komandası sizdən elə müştəriləri tapmağı xahiş edir ki, onlar məsələn skateboard alıblar, amma helmet almayıblar. Çətinlik ondadır ki, biz eyni müştərinin tamamilə fərqli sətirlərdə olan alış tarixçəsini eyni anda necə qiymətləndirəcəyik? Çözüm məhz budur. Case ifadəsini having bölməsində aqreqat funksiyanının içinə yerləşdiririk. Fikir verin, necə də sadə və effektivdir.
skateboard üçün birləri toplayıb cəmin sıfırdan böyük olmasını, helmet üçün isə birləri toplayıb cəmin düz sıfıra bərabər olmasını yoxlayırıq. Bu, fərqli sətirlərdəki şərtləri tək bir filtrdə birləşdirməyin ən zərif yoludur. Artıq təhlilimizi yekunlaşdırırıq. Gəlin bugün müzakirə etdiyimiz ən kritik qaydaların üstündən bir daha keçək ki, tam yaddaşımıza həkk olunsun. Bu 4 qızıl qaydanı daim yadda saxlamaq, real iş mühitində sizə saatlarla vaxt qazandıracaq. Şərti məntiq tətbiq etmək, məlumatları mürəkkəb formada qruplaşdırmaq və ya filtrləmək istədiyiniz hər an case dövrəyə girməlidir. Çünki düzgün yerdə istifadə edildikdə o qarmaqarışıq alt sorğuları tamamilə sıradan çıxarır. Beləliklə, siz artıq məlumat bazanızın strukturuna və ya dizaynına qətiyyən toxunmadan, an-ban dəyişən şərtləri məharətlə idarə etmək üçün güclü bir alətə sahibsiniz. Case sadəcə quru bir SQL komandası deyil. O, uzun və mürəkkəb kodlar yazmaq əvəzinə işinizi təmiz, sürətli və peşəkar səviyyədə həll etməyin ən mükəmməl yoludur. Unutmayın ki, ən yaxşı mütəxəssislər əllərindəki aləti sadəcə bilənlər deyil, onu doğru yerdə istifadə etməyi bacaranlardır.